Məhbub xanım, ümumiyyətlə bu demə belə də air yoga dediniz də. Məsəl üçün əgər bel ağrılarıyla adam yaxınlaşırsa, ümumiyyətlə nə qədər müddət lazım ola bilər ki, o bərpa oluna bilsin? Yəni tezmi kömək eləyir o? Birincisi, o hər orqanizmə uyğun şəkildədir. Yəni o orqanizmi bilə bilmirsən axı. Amma ki, hardasa deyim də sizə 1, 2, 3 dərsdən sonra o ağrılardan azad olur. Amma onun bərpa prosesi var axı. Bərpa prosesi çəkir. Ola bilər ki, tez bərpa olunur, amma bərpa olunduqdan sonra həmin hissəni bərkitmək lazımdır ki, insan əvvəlki formaya düşməsin. Həmin hissəni təzədən onun üstünə işləyirik, həmin hissə tamamilə bərpa olunur, bərkiyir bədənində, həmin hissə əzələ hissəsi bərkidir. Onun da üstü tamamilə elə bir ki, ağrılardan azad olur, problemdən azad olur və ona tapşırıqlar verirəm də. Məsələn, evdə bunu eləyirsən və eləyirlər. Çox sürətli şəkildə qrijalara təsir göstərir, sürətli şəkildə skalyozları və ümumiyyətlə tez aradan qaldırır, kifozları tez aradan qaldırır. Yəni ona görə ki, burada gedir sırf reabilitasiya. Onurğanın reabilitasiyası, bəli, onurğanın reabilitasiyası və bərpasıdır. Fly yoga gimnastik hərəkətlərdir, amma aero yoga sırf onurğa sütununa aiddir. Ona görə mən ondan işləyirəm.